Ülkemizin bütün bölgelerinde olduğu kimi 27 sentyabr Anım Günü ilə əlaqədar Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də tədbir keçirilir. Anım mərasimində Xocalı rayon icra hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsi ziyarət olunub. Abidə önünə tər güllər düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən natiqlər 27 sentyabr Anım Gününün xalqımız üçün tarixi əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, vətən uğrunda şəhid olmuş igidlərimizin xatirəsi hər zaman böyük hörmət və ehtiramla anılır. Bildirilib ki, bu qəhrəmanlıq və fədakarlıq sayəsində Azərbaycan uzun illər davam edən işğala son verərək həm beynəlxalq hüququ, həm də tarixi ədaləti bərpa edib. Həmçinin qeyd edilib ki, Azərbaycan 30 ilə yaxın davam edən işğal dövrü ilə heç vaxt barışmayıb və bu müddət ərzində zəfərə doğru addımlamaq üçün bütün gücünü səfərbər edib. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordu formalaşdırılıb, iqtisadi inkişaf təmin edilib, ölkənin beynəlxalq nüfuzu ciddi şəkildə artıb. 44 gün davam edən vətən müharibəsində əldə olunan tarixi qələbə ilə işğal altındakı torpaqlar azad olunub, dövlət suverenliyi və milli qürur bərpa edilib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatçılığa tamamilə son qoyulub və Azərbaycanın tam ərazi suverenliyi təmin olunub. Bugün Azərbaycan qalib ölkə kimi bölgədə yeni reallıq formalaşdırıb.